Üç soru bankasından izahlarımızdan davam edirik. Bugün vektorlardan test 2-nin həllərinə baxırıq. Eyni düzləmdə verilən vektorların birləşkəsinin böyüklüyü. Sanki qüvvələr kimi düşünək də. Məsələn, 3 6 birimlik vektorlar eyni istiqamətdədir. Qüvvələr eyni istiqamətdə nə olur? Toplanır. Onda olacaq sağa istiqamətdə 3 və 6-nın cəmi 9, bir də onun əksi istiqamətdə 4. Onda əvəzləyici qüvvə nə olacaq? 9-dan çıxırıq 4-ü sağa istiqamətdə 5 birim edəcək olacaq A variantı. Eyni düzləmdə verilən vektorların birləşkəsinin böyüklüyü. Bir-birinə perpendikulyar qüvvələr kimi düşünsək, onda Pifaqor teoremi ilə tapırıq da 5-in kvadratı üstə gələk 5-in kvadratı bizə 50-ni verir. 50-dən də 5 kökdə 2 çıxır. Cavab olur B variantı. Eyni düzləmdə verilən K və L vektorlarının birləşkəsi kaç birimdir? Bunda kosinuslar teoremindən tapa bilərik. 8-in kvadratı üstə gələk 8-in kvadratı üstə gələk 2 vur 8 vur 8 kosinus 60-da dağılır 2-də 1. İxtisar getdi 2-lər. Buradan da çıxacaq 8 kökdə 3. Çıxacaq 8 kökdə 3 cavab olur D variantı. Eyni düzləmdə verilən K və L vektorlarının birləşkəsinin böyüklüyü. Belə bir qayda deyim. Baxın. Əgər vektorlar arasında bucaq 60 dərəcə olarsa, onda, məsələn, baxın elə 3-cü məsələyə də 2 vektor verib, 8 birim, 8 birim. Aralarındakı bucaq 60 dərəcədirsə, onda onların əvəzləyici vektoru olacaq 8 kökdə 3. Əgər 90 dərəcə təşkil edərsə, onda olacaq 8 kökdə 2. 120 dərəcə olarsa, olacaq elə 8-in özü. Baxın, bunu bir qayda kimi yadda saxlayın, vaxt itirmədən məsələlərdə həll edin. Baxın, 10, 10. Aralarındakı bucaq 120 dərəcəsi əvəzləyici elə ona bərabər olacaq. Bu qədər asandır. Şəkildə eyni düzləmdə vektorların birləşkəsi kaç n-dir? Baxın, sağ istiqamətdə 10, əksi istiqamətdə 6. Yenə, qüvvə kimi düşünsə, əksi istiqamətdə yönələn qüvvələrdən nə edirdik? Çıxırdıq böyükdən kiçiyə. Olacaq sağa 4, yuxarıda 3. Bunu da Pifaqorla tapsaq 3-ün kvadratı 9, 4-ün kvadratı 16. Olacaq kök altında 25. Oradan da çıxır 5. Şəkildəki eyni düzləmdə vektorların birləşkəsi kaç newtondur? Baxaq. Baxaq. Sağ istiqamətdə bir 6 newtonumuz var. Yuxarı istiqamətdə də 2 kökdə 3-ümüz var, düzdürmü? İndi baxın, bu 2 kökdə 3-ü 30 dərəcəyə bucaq təşkil edir. Proyeksiyaları ayırırıq. 1 x proyeksiyasını ayırırıq. Olacaq 2 kökdə 3. Bilirik ki, yəni üfüqi proyeksiya ayırsaq, bucağa bitişik olan olur kosinus. Kosinus 30 dərəcədə alır. Kökdə 3 bölünsün 2. 2-lər ixtisar gedir. Kökdə 3 kökdə 3-ə vuranda olacaq 3. Olacaq 3. Bir də şaqili toplanan ayırsaq 2 kökdə 3 vurulsun. Sinus 30-da da 2-də 1 alır. İxtisar gedir, qalır kökdə 3. Onda baxın, belə olacaq vektor. 6 sağa, əks istiqamətdə 3. Yuxarı istiqamətdə isə 1, 2 kökdə 3-ümüz var, bir də kökdə 3-ümüz var. Bunların cəmi olacaq 3 kökdə 3. Baxaq, 6, 3 əks istiqamətdədir. Onda altdan çıxırıq 3-ü, qalır 3. Onda bir-birinə 90 dərəcəlik bucaq əmələ getirdiklərinə görə Pifaqorla tapa bilərik. 3-ün kvadratı 9 üstə gələk. 3 kökdə 3-ün kvadratı da 27-ni verir. Olur kök altında 36, oradan da çıxır 6. Cavab olur C variantı. Şəkildəki eyni düzləmdəki vektorların birləşkəsinin böyüklüyü kaç newtondur? Baxaq, kaç n-dir daha doğrusu. 4 newton, 4 newton 60 dərəcəlik bucaq təşkil edir. Onların gəlin əvəzləyicisini tapaq. Baxın, əvəzləyici budur. Dedik ki, 60 dərəcə olsa, onda, baxın, burada qayda kimi yazmışdım. Əgər vektor arasında bucaq 60 dərəcə olsa, onda olacaq əvəzləyici qüvvəmiz 4 kökdə 3. Deməli, bura olacaq 30 dərəcə, bura olacaq 30 dərəcə. İndi baxın, bu vektorları buradan silim. Bundan işimiz yoxdur. Bizim belə bir 4 kökdə 3-ümüz var, bir də bax belə 4 kökdə 3-ümüz var. Bunlar arasında bucaq nə qədərdir? 30, burada da 30, yenə 60 dərəcədir. Onda 4 kökdə 3-ü vururuq kökdə 3-ə. Tapırıq ki, 12 bizim əvəzləyici vektorumuz olacaq.
Şəkildə eyni düzləmdə verilən vektorların birləşkəsinin böyüklüyü. Baxaq, aşağı istiqamətdə 1 damı, aşağıya doğru 1. S getdi, düzdürmü? İndi baxaq A-ya. A yuxarıya doğru 1, 2, 3. Əyri çəkdim. Yuxarıya doğru 3. Sağa doğru 1. İndi B'ye baxaq. 2 dama, yuxarıya doğru da 1 dama. İndi baxaq. 2, 1. Deməli, solu oldu 1. Yuxarı 4, aşağı 1, onda yuxarı olacaq 3. İndi Pifagorla tapsaq, 9, üstə gələk 1. Olacaq kökdə 10. E variantı bizim cavab olacaq. Şəkil 1-dəki eyni düzləmdə ABC vektorlarının birləşkəsi şəkil 2-də hansıdır? Yenə ən yaxşısı proyeksiya üsuludur. Gəlin tapaq proyeksiya üsulu ilə. Yuxarıya doğru 2, sola 1. İndi baxaq, bu S-idi. İndi baxaq A-ya. Yuxarıya 1, sağa 2. Aha. İndi B'ye baxaq. Aşağıya 1. Yenə sağa 2. İndi görək. Yuxarıya doğru 3, aşağıya doğru 1. Çıxsaq yuxarıya doğru 2. Deməli 4, 1. Çıxanda da burada 3 eləyəcək. İndi baxaq şəkil 2-yə. Deməli yuxarı istiqamətində 2 dam olmalıdır. Sağda 3 dam olmalıdır. 1, 2, 3. Onların əvəzləyicisi nədir? Bax bu ikinci olacaq. Baxaq ona. A bərabərdir K çıxılsın. L üstə gələ 2M olduğuna görə A vektorunun biləşənləri kaç birimdir? Baxaq. Burada artıq çıxmadı. K çıx L. Bax, bunu belə yaza bilərik də. K üstə gələk mənfi L. Bax, onda nə edəcək? Bu L-i silib, onun mənfisini çəkəcək. Aşağıya doğru 1. X istiqamətdə 2. Bax, bunun əksini düşünəcək də. Elə bil, yuxarı istiqamətdə, yəni Y mənfidirsə olacaq müsbət. X-i müsbət 2 dam olsa, onda əks istiqamətdə olacaq. Bax, onda mənim L-im belə olacaq. Bax, belə. Aha. Dobrisiləri silək. Bax, bu L-i də silək. Rahatlığını tapa bilərik. Baxaq, K nədir? Yuxarıya doğru 1-dir. L yuxarıya doğru 1. X oxun, yəni Y istiqamətdə 1, X oxun əksi istiqamətdə 1, 2. 2 dama. İndi bunların üstünə də 2M gəlməliyəm. Yəni, baxaq görə M vektoru aşağıya doğru 2-dir. Yəni, Y oxun əksi 2, X oxun əksi 2. İndi mən onu 2-yə vuracam. Olacaq Y oxunun əksinə 4, X oxunun əksinə 4. Aha, indi baxaq. Yuxarı 2, aşağı 4. Onda aşağı olacaq 2. Bir də X oxunun əksi 6. Onda necə olacaq? AX mənfi 6 olacaq. AY mənfi 2 olacaq. Bu da B variantında düzgün cavab kimi verilib. Eyni düzləmdəki F1, F2, F3, F4 vektorlarının biləşkəsi 0-dır. Yəni, əvəzləyici vektorumuz 0-a bərabərdir. F1, F2, F3 şəkillər kimi olduğuna görə F4-ün biləşənləri aşağıdakilərdən hansı olmalıdır? Baxaq. 1-1 yazaq yenə proyeksiya ilə. F1, Y istiqamətdə 2 damadır. Yuxarıya doğru oldu 2. X oxun əksi 2. Aha. Sonra F2-yə baxsaq 1, 2, 3 damadır. Olacaq 3. F3-ə baxsaq aşağıya doğru 1. X oxun əksi 2. Aşağıya doğru da 1. Gəlin baxaq görək bunların əvəzləyicisi bizə nə verir? Yuxarıya 2, aşağıya 1. Onda yuxarı olacaq 1. Yuxarıya 1. Aha, indi X oxu əksi 4-dür. X oxu istiqamətdə 3. Onda çıxırıq, olacaq 1. Baxın, bizim, yəni bu 3 dənə qüvvənin əvəzləyicisi olacaq belə.
Yuxarıya istiqamətdə 1, bir də x ox istiqamətdə 1, yəni y oxu istiqamətdə 1, x oxu əksi istiqamətdə 1. Onda əvəzləyicimiz bax olacaq bu vektor. Bax bu vektor bizim əvəzləyicimizdir. Deyir ki, 0 olsun axırda biləşki. Onda F4 bunların əksi olmalıdır da. Məsələn, bu 3 dənə qüvvənin əvəzləyicisi y oxu istiqamətdə 1-dirsə, bax y istiqamətdə müsbət 1-dir, x oxu istiqamətdə mənfi 1-dir. Bunun əksini götürəcəyik. Olacaq y istiqamətdə mənfi, x istiqamətdə 1. Yəni y-in əksi mənfi 1, x oxu istiqamətdə 1 cavab olacaq A variantı. Baxaq 12-yə. Böyüklükləri 5 Newton, 9 Newton olan vektorların minimum biləşkəsi R minimum, maksimum biləşkəsi R maksimumda nisbətini soruşur. Bilirik ki, minimum olması üçün əks istiqamətdə yönəlməlidirlər. Yenə qüvvələrin əks istiqamətdə yönələn qüvvələr kimi fikirləşsək, 9-dan çıxırıq 5-i bərabər olur 4-ə. Eyni istiqamətdə dolanda toplayırıq. Olacaq 14. İndi mənə deyir ki, R minimuma R maksimuma böl. Yəni 4-ü 14-ə bölürəm. Olur 7-də 2. Cavab olur B variantı. Baxırıq 13-ə. Böyüklükləri 6 və 8 Newton olan vektorlar arasındakı açı alfadır. Deməli, alfa 0 ilə 90 arasında olduğuna görə R-in böyüklüyü üçün aşağıdakilərdən hansıdır? Birinci minimum hala baxacağıq, sonra maksimum hala baxacağıq. Minimum hal 0-dır. 0 olanda deməli bu vektorlar eyni istiqamətdə yönəliblər. Onda nə olacaq? Eyni istiqamətdə yönələndə 6 ilə 8-i cəmləyirik, olur 14. 90 dərəcədə də bax belə olacaq da. Onda Pifaqorla tapacağım. 6-nın kvadratı 36, 8-in kvadratı 64. Oradan da nə çıxır? 100. Kök altında 100-dən də çıxır 10. Deməli, bu R əvəzləyici vektor 14 ilə 10-un arasında olacaq Y variantı. Eşit böyüklükdəki vektorlardan şəkil 1-dəkilərin biləşkəsinin böyüklüyü R1, şəkil 2-dəki R2, şəkil 3-dəki də R3-dür. R1, R2, R3 arasındakı münasibət teta betadan, o da alfadan böyükdür. Kosinusdan teoremi ilə tapa bilərik də. F kvadrat necə idi? Üstə gələk F kvadrat, üstə gələk 2F vur F, yəni F kvadrat, kosinus alfa. Kosinusdakı, bax, bucağı artırsaq, kosinusun dəyəri azalır. Hansındakı bucaq çoxdur? Düzdürmü? Orada daha az olacaq da əvəzləyici qüvvə. Bunda ən kiçik alfada olduğuna görə, bunda kosinusun dəyəri orada lap böyük olacaq. R1 böyük olacaq R2-dən, bu da böyük olacaq R3-dən. Bu da A variantında verilib. Deməli, böyüklükləri 4, 7, 10 Newton olan vektorların biləşkəsinin minimum böyüklüyü R minimum, maksimum böyüklüyü R maksimumdur. Baxın, əgər bizə belə 3 dənə qüvvə versə, maksimum tapmaq asandır. Maksimum tapanda elə bil ki, bir qüvvələr kimi düşünürük də bunlar, onsuz da biz belə əvvəldən dedik. 4 Newton, 7 Newton, 10 Newton. Bundan hamısı eyni istiqamətdə yönələndə olur 21. Düzdürmü? Yəni böyük tapdıq. Amma kiçiyi tapanda bir hər hansı bir rəqəm götürək də bunların içindən. Gəl götürək elə 4-ü. Baxın, bu 4. Deməli, digər ikisinin, yəni 7 ilə 10-un fərqindən böyükdürsə, yəni və cəmindən kiçikdirsə, düzdürmü? Ölədi də bu şərti. Gördünüz? 4, 3-dən böyükdür, 17-dən kiçikdir. Onda bizim R minimumumuz olacaq 0. R maksimumumuz 21, R minimumumuz 0. Ödənməsə, əgər bu şərt ödənməsə, onda böyük qüvvəni bir istiqamətdə, digər qüvvələri əks istiqamətdə yönətməklə, yəni vektorlar daha doğrusu yönətməklə biz minimumu tapa bilərik. Ona görə birinci, bax, belə bizə 3 dənə qüvvə verilsə, minimumu soruşsa, birinci bu şərti yoxlayın. Hər hansı birini götürün. Digər ikisinin fərqindən böyük, cəmindən kiçikdirsə, onda R minimumumuz olur 0. Ödənməsə isə böyüyü bir istiqamətdə, digərləri bir istiqamətdə götürün, məsələni həll edin. İzlədiyiniz üçün təşəkkür edirəm.